kimi bizim İnci Qovurğu'nda Capoeira Festivali keçirilir ve bu ilde istisna değil. İndi isə biz balacalarımızı medallarla və sertifikatlarla təltif edəcəyik. Dediyimiz kimi bu fərdi məşq deyil, qrup halında, icma halında olduğuna görə uşaqlar bir-birlərinə empati qururlar, bir-birlərinə yoldaşlıq, dostluq qazanırlar və burada agresiya yoxdur. Musiqi var, rəqs var, özün müdafiə də var, döyüş də var, musiqi elementləri də var, gimnastik elementləri də var. Yəni bir çox növləri var bu kapoeiranın.